Kenyada fermerlər məhsullarını bazara daha təhlükəsiz və itkisiz çatdırmaq üçün yeni texnologiyalardan istifadə etməyə başlayıb. Ölkənin müxtəlif bölgələrində günəş enerjisi ilə işləyən soyuducu anbarların tətbiqi kənd təsərrüfatında uzun illərdir mövcud olan məhsul itkisi probleminin həllinə kömək edir. Bu işə başlamazdan əvvəl araşdırma apardım və ən yaxşı nəticə əldə edənlərin bunu necə etdiyini öyrənməyə çalışdım. Əsas problemlərdən biri soyuducu anbarının olmaması idi. Məhsulun təsərrüfatdan yığıldığı andan etibarən təzə qalması, temperaturun nəzarətdə saxlanılması və son istehlakçıya çatana qədər keyfiyyətini qoruması vacibdir. Bunu etdikdə məhsulun saxlama müddəti uzanır və dəyəri artır. Beləliklə hər kəs qazanc əldə edir. Xidmət fermerlər üçün daha əlçatan olması məqsədi ilə istifadə prinsipi əsasında fəaliyyət göstərir. Fermerlər sadəcə saxladıkları məhsulun çəkisinə uyğun ödəniş edirlər. Bu model yüksək xərc tələb edən fərdi soyuducu sistemlər almağa imkanı olmayan kiçik təsərrüfat sahiblərinə də yeni imkanlar yaradır. Bu soyuducu anbarı əldə etdikdə onu icarə əsasında götürdük. Yəni anbarı tam almaq əvəzinə aylıq ödənişlə istifadə etmək mümkündür. Tam soyuducu anbar almaq çox baha idi. Fermer təsərrüfatını yeni qururuq və xərclər onsuz da çox idi. Bu səbəbdən ədviyyat bitkilərinin ixracına başlamaq üçün belə böyük sərmayə qoymaq çox çətin olardı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, Afrikada istehsal olunan ərzağın təxminən 40%-i məhsul yığımından bazara qədər olan mərhələdə itirilir. Bunun əsas səbəbləri arasında soyutma infrastrukturunun zəifliyi, nəqliyyat problemləri və emal imkanlarının məhdudluğu göstərilir. Məhz buna görə də Kenya, Nigeriya, Efiopiya, Ruanda və Cənubi Afrika kimi ölkələrdə günəş enerjisi ilə işləyən soyuducu anbarlar sürətlə yayılır. Elektrik şəbəkəsindən asılı olmayan bu sistemlər kənd təsərrüfatı məhsullarının saxlama müddətini uzadır, məhsul itkisini azaldır və fermerlərin gəlirlərini artırır. Məhsul itkisinə gəldikdə, görürük ki, soyuducu anbarlardan düzgün istifadə olunduqda məhsul itkiləri 40%-dən, 50%-dən, 2%-dən aşağı səviyyəyə düşür. Bunun səbəbi bu texnologiyanın məhsulların saxlama müddətini effektiv şəkildə uzatmasıdır. Nigeriyada bazarlarda quraşdırılan günəş enerjili soyuducu otaqlar fermerlərə və satıcılara gündəlik icarə əsasında xidmət göstərir. Ruandada bu sistemlər süd istehsalçılarına dəstək verir. Efiopiyada isə bağçılıq məhsullarının ixrac potensialını artırır. Analitiklər hesab edirlər ki, bu cür texnologiyalar təkcə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yox, həm də istixana qazı emissiyalarının azaldılmasına da töhfə verir. Ənənəvi dizel generatorlarından fərqli olaraq, günəş enerjili sistemlər həm yanacaq xərclərini azaldır, həm də ekoloji baxımdan daha təmiz hələ hesab olunur.